Diqqət əksikliyi və hiperaktivlik pozuntusu özünü 12 yaşa qədər göstərməlidir və bu əlamətlər özünü fərqli mühitlərdə eyni dərəcədə göstərməlidir. 12 yaşdan sonra əgər diqqət əksikliyi problemləri əmələ gəlirsə, bunun səbəbləri daha genişdir. Bu, yuxu pozuntuları, depressiya, təşviş pozuntuları, tükənmişlik halları, psixoaktiv narkotik maddələrin qəbulu, bir sıra fiziki və nevroloji xəstəliklər səbəbindən yarana bilər. Xüsusilə də yeniyetmələrdə tez-tez bunu görürük ki, 12-13 yaşa kimi heç bir sıxıntı yoxdur. 15-16 yaşlarda qəfləti diqqət problemləri əmələ gəlmişdir. Bu hallara diqqətlə yanaşmaq lazımdır və altında yatan səbəbləri incələmək lazımdır. Üzərində diqqət əksikliyi deyərək keçərək ki, hər zaman belə olub, vəziyyətimizi qarışdıra bilər. Mütləq uşaqlıq hekayəsi incələnməlidir, öncəki hekayə incələnməlidir və bundan sonra artıq diaqnoz təyin olunmalıdır.